Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Çoxlarımız daima öz-özünə bu sual verir. Həqiqi xuşunu, təvəzzükarlığı, itaəti necə əldə edə bilərik? Və ibadətin ləzzətini necə duya bilərik? Əgər birinin Allah qorxusundan ağladığını görsək, biz də eyni halı yaşamağı arzu edirik. Möminlər də eyni mərtəbəyə çatmağa ümid edirlər. Xuşu halına çatmaq hər bir möminin arzusudur. Hər bir müsəlman bu mərtəbəyə, saflığa, iffətə, rahatlığa, ilahi himayəyə, ilahi məhəbbət və qayğıya çatmağı arzulayır. Sizin üçün gözəl bir tövsiyə. Allaha yaxınlaşmaq üçün ən vacib səbəblərdən biri ona möhtac olduğunuzu hiss etməkdir. Allah qarşısında təvəzzökar olmaqdır. Namazda rüküyə getdiyinizdə sadəcə bu təvəzzökarlığı hiss edin. Qardaş və bacılarım, vallahi bu duyğu, yəni Allah qarşısında təvəzzökarlıq hissi xuşunun meydana gəlməsinə səbəb olan ən böyük səbəblərdən biridir. Səcdə halı namazda Allaha təslimiyyətə ən yaxın vəziyyətdir. Uca Allah bu əzəmətli təvəzzökarlıq halı haqqında belə buyurur. Kəlla la tuti'hu vescud vaqtarib. Nə qədər çox Allaha təslim olsan, bir o qədər ona yaxın olarsan. Bunu həyatında bir qayda et. Nə qədər çox təvəzzökar, aciz və Allaha möhtac olduğunu hiss etsən, bir o qədər ona yaxın olarsan. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Qulun Rəbbinə ən yaxın olduğu hal səcdə halıdır. Səcdədə duaları artırın. Xuşu və təslimiyyət ibadətin əsas mahiyyətidir. İbadətin əsası Allaha xuşu və təslimiyyətdir. Həyatının hər mərhələsində Allaha bu cür ibadət et. İşə gedərkən, tək başına maşında və ya ofisdə olduğun vaxt, heç kimin səni görmədiyi anda da Allaha qarşı təvəzzükarlıq hiss et. Həmişə etiraf et və öz-özünə de. Ey Rəbbim, mən zəifəm. Həqiqətən sənə möhtacam. Ey Rəbbim, mən sənə möhtacam. Mən zəifəm. Günahlarım var, bunu etiraf edirəm. Utanıram, ey Rəbbim. Həqiqətən də sənin mənə göndərəcəyin hər bir xeyrə möhtacam. Ey Rəbbim, sənin qüdrətinə və izzətinə and içirəm. Əgər sən olmasaydın, mən heç kim olardım. Əgər sən olmasaydın, mən indi ölmüş olardım. Sən yaratdın, yedirdin və içirdin. Eşitməyim və görməyim sənin lütfündəndir. Sən zənginsən, mən isə yoxsulam. Sən qüdrətlisən və rəhmətlisən, mən isə acizəm. Ey Allahım, ey sahibim, ey Rəbbim, sənə möhtacam. Məni tək qoyma. Məni öz razılığını axtaranlardan və salih bəndələrindən et. Məni öz sevimli bəndələrin sırasında qəbul et. Məni sənə ən yaxın olan bəndələrin sırasına daxil et. Allahın qarşısında nə qədər yoxsulluq, təslimiyyət və zəiflik hiss etsən, bir o qədər yaxınlıq və izzət hiss edəcəksən. İzzət Allaha, onun rəsuluna və möminlərə məxsusdur. Vallahi bu cür davam etsən, ilahi himayəni və uğuru özün hiss edəcəksən. Həyatın yaxşılığa doğru dəyişəcək. Amma dediyim kimi, əgər bunu davam etdirsən, bir çox insanlar bu yolu sınayıb və bunun səbəb olduğu bərəkətləri öz gözləri ilə görüblər. Səhl Tustari belə demişdir. Qul ilə Rəbb arasındakı ən yaxın yol ona olan şiddətli ehtiyac hissidir. Salih insanların bəziləri belə deyiblər. Qul Rəbbinə nə qədər çox möhtac olduğunu hiss edərsə, üzündəki nur artar, ürəyindəki sevinc artar və heç kim onu Allah yolundan döndərə bilməz. Bəli, heç kim onu Allah yolundan döndərə bilməz. Bəla və imtahanları öz dərəcəsinin yüksəlməsi üçün bir vasitə kimi görər. Nemətləri isə bir izzət nişanəsi kimi dərk edər.